Salam əziz insanlar. Şirin gerçəklərin növbəti buraxılışındayıq və bugünkü müsahibimiz Şərq ədəbiyyatı mütəxəssisi, ərəbşünas, alim Nativan xanım Bağırovadır. Xoş gördük Nativan xanım. Çox sağ olun. Nativan xanım, alimlərin sizi tanıdıqlarını bilirik. Zəhmət olmasa tamaşaçıların da sizi tanıması üçün özünüz haqqında məlumat verərdiniz. Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişəm. Ərəb filologiyası şöbəsini və ərəb ədəbiyyatı üzrə magistr dərəcəsi almışam və ərəb ədəbiyyatı üzrə tədqiqatlarımı bugünə qədər davam etdirirəm. Hal-hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi vəzifəsində çalışıram. Bilirik ki, klassik Azərbaycan ədəbiyyatı özünü ərəb ədəbiyyatından götürübdür və həmçinin Azərbaycan şairləri də olubdur ki, ərəb dilində şeirlər yazıbdır. Zəhmət olmasa bu haqda ətraflı məlumat verərdiniz. Azərbaycan ədəbiyyatı həqiqətən də qeyd etdiyiniz kimi çox böyük tarixi mərhələlərdən keçib gəlibdir. Və ərəb dilli Azərbaycan şairlərinin yaradıcılığında əlbəttə ki, Mədinədə, Məkkədə doğulub, məvali şairlərindən burada qeyd etmək istəyərdim. Ərəb dilli Azərbaycan şairlərinin, məsələn, biz ərəb dilli təzkirələrdə Əl-İsfahaninin Kitab-ül Əğani əsərində, İbn Quteybənin Kitab-ı Şeir və Şüara əsərində, Salibinin Yetimətü Dəhr əsərində və digər ərəb dilli mənbələrdə biz Azərbaycan əsilli ərəb dilində yazıb yaradan Azərbaycan şairlərinin əsərlərinə rast gəlirik, onların yaradıcılarına müəyyən parçalar verilir. Bunlar Musa Şəhəvat, İsmail ibn Yassar, Əbul Abbas Əl-Əma, İskəfi Zəncani, Bərəkavih Zəncani və ümumiyyətcə Şahabəddin Sührəverdi, Nəlquzat Miyanəçi, Xətib Təbrizi, yəni bunlar əslən Azərbaycanlılardır, hansılar ki, ərəb dilli ədəbiyyatda da mühüm yerlərini tutublar. Məsələn, Musa Şəhəvat deyilənə görə Qureş qəbiləsinin məvalisi olub. Məvali sözü ərəb dilində o məvali onlara deyirdilər ki, onlar bir hansılar ki, əsir tutulub müsəlmanların əlinə keçirdilər və yaxud hansısa kölələr idilər, onları saxlayırdılar və onlar sonra İslam dinini qəbul elədikdən sonra da həmin qəbilənin məvalisi sayılırdılar. Məsələn, Musa Şəhəvatın Qureş qəbiləsinin məvalisi olduğu və eyni zamanda onun biz məsələn müəyyən parçalara rast gəlir ki, bu Musa nəyə görə Şəhəvat ləqəbi almışdı? Musa Şəhəvatın Şəhəvat ləqəbi almasının məsələn səbəblərindən biri o Əməvi xəlifəsi Yezid ibn Muaviyyəni tənqid edirdi. Deyirdi ki, sən şəhvətə qurban verirsən öz namazlarını, İslam dininin əsaslarını və sən bizim mövqedə olanlardan deyilsən. Deyilənə görə, məhz buna görə Şəhəvat ləqəbi almışdı. Və biz burada həmçinin Azərbaycan əsilli şairlərimizin hansı mövqedə olduqlarını da şahid olur. Çünki onlar bir məvali kimi heç vaxtı satılmırdılar və ən çox məvalilərə münasibət dəyişmişdi Əməvilər dövründə. Çünki qeyd olunur ki, ərəb dilli mənbələrdə Həzrəti Peyğəmbərin, Məhəmməd Peyğəmbərin dövründə yaxud İmam Əli məvalilərə həmişə müsbət münasibət bəsləyirdilər. Onları hətta bəzən ərəblərdən də üstün tuturdular. Bu bağlı idi Qurani Kərimin Hücurat surəsində belə bir ayə nazil olmuşdu. İnnə əkramakum indallah ətqakum. Yəni sizin ən üstününüz Allah yanında, ən üstünüz ən təqvalı olanınızdır. Və bundan sonra artıq Əməvilərin əlinə xilafət keçəndə məvali şairlərə qarşı münasibət artıq dəyişdi və onlarla pis rəftar olunmağa başladı və bununla bağlı bizim ərəb dilli Azərbaycan şairlərimiz başlayırlar Əməvi xəlifələrini həcv edir. Məsələn, Musa Şəhəvatın özünün kəskin həcvləri var idi. İsmail ibn Yassar da tanınmış ərəb dilli Azərbaycan şairlərindəndir. Onun Nisai təxəllüsü ilə yazdığı məlumdur. Hətta o qeyd olunur ki, ərəb dilli mənbələrdə onun atası, babası, qardaşları da şair olmuşdular. İsmail ibn Yassar Xəlifə Əbdülməlik ibn Mərvan dövründə yaşamışdı və o Abdullah ibn Zübeyrə qarşı mübarizə aparan Əbdülməlik ibn Mərvan Abdullah ibn Zübeyri məğlub edəndən sonra ona qarşı üsyanda iştirak edənləri də cəzalandırmaq istəyirdi. Bunlardan biri də İsmail ibn Yassar idi. O artıq yəni xəlifə İsmail ibn Yassarı tanıyırdı. Yəni adsan çıxaran bir şair idi və İsmail ibn Yassar xəlifənin sarayına gəlir və onu məth edir. Amma bu məthiyədən qabaq əvvəlcə bir əsl nəsəbi ilə öyünmək də var idi. Yəni o məvali şairlər heç vaxtı öz milli kimliklərini belə deyək də qurban vermirdilər. Xəlifənin önündə belə şeir desə
öz əsl necabəti ilə öyünürdü ki, mən də bir əsilli nəsilli bir insanam. Əbul Əbbas Əl-Əma var idi. Şahabəddin Sührəverdi. Məsələn, Şahabəddin Sührəverdi biz İşraqiyyə fəlsəfəsinin banisi kimi tanıyırıq. Onun əsərləri ərəb dilində yazılmışdı. Eynəlquzat Miyanəçi həmçinin onun da çox məşhur Şəkval Qarib Anil Avtan ilə Uləmə Əhlil Buldən əsəri vardır və müəyyən hissələr Malik Mahmudovun ərəb dilli Azərbaycan şairləri əsərində o haqda o geniş məlumat verir. İskəvi Zəncani, Bərəkəvi Zəncani, Məsud İbn Namdar kimi də bizim şairlərimiz olmuş ki, ərəb dilində yazıb yaratmışlar. Yəni Azərbaycan dilli ədəbiyyat əslində bəli, qeyd eləyəndə biz birdən-birə yəni Azərbaycan dili, ərəb dilli Azərbaycan poeziyası 11-ci əsrə qədər var idi. Bəli, bir də belə bir fərziyyə var ki, Musa Şahavatın təxəllüsü haqqında. Şahavat sözünü, təxəllüsünü ona görə özünə götürübdü ki, həm də atasından ona qalma bir şirniyyat dükanı var idi. Bu haqda nə deyə bilərsiniz? Belə bir fikir var ki, Musa Şahavat güya Azərbaycandan Mədinəyə şirniyyat daşıyıb satırmış. Ona görə o Şahavat ləqəbi almışdı. Mən ümumiyyətcə bu fikirlə razı deyiləm. Çünki əgər biz məvali şairdən danışırıqsa, artıq o Ərəbistan yarımadasında hansısa qəbilənin tərkibində doğulubdur, böyüyübdür orada. Əgər onun vətənə gəlmək imkanı olsaydı, o hər halda vətəndən geri qayıtmazdı, vətənini seçərdi. Yəni bu cəhətdən mən bunun Şahavat ləqəbini buna görə yox, məhz Yezidi təcv etdiyi həmin o sən şəhvətlərin düşkünü, sən onu daha məqbul hesab edirəm və daha məntiqli hesab edirəm. Bir də məlumdur ki, bizə ərəb şeirində daha çox qəsidələr yazılırdı və qəsidənin də bir növü mətiyyələr idi. Mətiyyənin ərəb ədəbiyyatındakı zəhmət olmasa rolu barədə bir qədər məlumat verərsiniz. Qəsidə yaranma tarixi qəsidənin çox qədimdir. Əgər biz ümumiyyətcə şərq ədəbiyyatından danışırıqsa, şərq ədəbiyyatının bəli əsasını qəsidə təşkil edirdi. Qəsidə özü belə deyək də neçə janrlardan ibarət idi qəsidələr və ərəb ədəbiyyatında təbii ki, belə deyim də, cahiliyyət əgər biz ədəbiyyatına müraciət ediriksə, qəsidənin cahiliyyət ədəbiyyatındakı mövqeyindən danışırıqsa, əlbəttə ki, o vaxtı şairlər qəsidə yazmağa üstünlük verirdilər. Qəsidələr daha belə deyək, təmtəraqlı səslənirdi. Bir qədər nəzərə alsaq ki, o bir Ərəbistan yarımadasının səhrası vardı və səhrada istifadə olunurdu. Məsələn, onlar dəviyə səhra gəmisi adlandırırdılar. Məsələn, ərəblər. Əlbəttə ki, ərəbin ilk təsviri sözsüz ki, o səhra olacaq idi, o dəvə olacaq idi, minik vasitəsi olacaq idi və ətlalla başlayardı. Adətən qəsidənin şairlər çox önəm verirdi girizgah hissəsinə və bu da bəzən nəsib, təşbib deyilən şeirlə başlayırdı və ən çox da bu ətlal olardı. Ətlal tərk edilmiş oba qarşısında öz hisslərini, öz duyğularını tərənnüm edirdi şair və beləliklə qəsidə o lirik şeirin ərəb ədəbiyyatında ən mühüm yer tutan janrlarından biri idi ki, bu bir neçə növə bölünürdü. Məsələn, şair əlbəttə özü şeir deyirsə, öz təbindən üstünlük verirdisə, o adlanırdı fəxriyyə və bu şairlərdə görünürdü. Əlbəttə, şair fəxr eləməli idi ki, öz şeirinin qüdrətinə, sənətinin qüdrətinə inanmalı idi ki, o psixoloji təsirləsin onun dinləyicilərinə, oxucularına və qəsidə müəlləqələr həm də ərəb ədəbiyyatında mühüm yer tuturdu və hətta müqəddəs sayılan Kəbənin divarından da onların asılmağı ondan ibarət idi ki, kimin qəsidəsi daha mükəmməl idisə, burada söhbət təkcə texnikasına, şeirin texnikasına yox, forma və məzmun vəhdətindən gedir və onlar daha çox asılırdı Kəbənin divarından. Yaxud Ərəbistan yarımadasında Ukaz bazarı var idi və Ukaz bazarında Nabiğə Əz-Zübyani ərəb poeziyasının görkəmli şairi idi. Nabiğə Zübyani münsiflər heyətinin sədri olurdu və o yazılan şeirlər ona təqdim olunurdu. Yəni, ərəb dili də bir sözün çox mənalı söz olduğundan, bir neçə mənayla bir sözü ifadə etmək baxımından əlbəttə ki, o da seçim edirdi ki, hansı şeir daha
gözəldir, daha yaxşıdır. Hətta bir dəfə Okaz bazarında Nabığa Əzzübyaninin ərəb şairi Həssan İbn Sabit bir beyt söylüyor. Həmin o şeirə nöqsan tutur ki, bu da ərəb ədəbiyyatında, yəni tənqid, artıq tənqid belə meydana çıxır ki, yəni bu sözlə əvəz eləsəydin, bu daha münasib olardı. Məsələn, onun cəfənatın sözünə, cəfənat qazanlar, belə deyək də, düzgün cəmdir və o bir neçə qazanlar mənasındadır. Nabığa Zübyanı Həssan İbn Sabitə deyir ki, sən bu beytdə cəfənatın cüfunun sözü ilə əvəz eləsəydin, bu daha çox qazan mənasını ifadə edə bilərdi. Yaxud onun qonaqların deməli, gəlməsini ifadə edən o duha sözünün sübh açılan vaxtını ona deyirdi ki, yox, qonaqlar adətən sübh vaxtı çox adam qonaq gəlməz, axı insanın evinə adətən gecə qonaq gedə bilər və bu sözü əşya sözü ilə, gecə sözü ilə əvəzləsəydin daha münasib olardı. Yəni qəsidənin bu qədər incəliklərinə ərəb şairləri çox fikir verirdilər. Bəli, sonradan məsələn məthiyə janrı elə bizim də ədəbiyyata keçdi, Azərbaycan ədəbiyyatına. Ümumiyyətlə Azərbaycan ədəbiyyatı, şairləri ərəb ədəbiyyatından necə bəhrələndi? Ərəb ədəbiyyatında məthiyə janrı saray ədəbiyyatından bağlıdır birbaşa. Biz əgər məthiyədən danışırsa, məth eləmək, kimsə tərifləmək, öymək, hətta onda ən yaxşı xüsusiyyətlər olsa belə, onları mübaliğəli şəkildə təqdim edir məthiyədə müəllif. Və saray ədəbiyyatının görkəmli nümayəndələri, məsələn, adını çəkdiyim Nabığa Zübyanı, o həm ərəblərin Xəssani dövlətinin şairi idi sarayında, həm də Hirədə. Məsələn, Xəssani dövləti indiki Suriya, yəni o vaxtki Şam ərazisində yerləşirdi. Hirə Ləxmilər Sasani dövlətinin vassalı idi və o İraq ərazisində yerləşirdi. Və Nabığa Əzzübyanı məsələn hər iki saraya xidmət edirdi. Bəzən bir padşahın acığı tutanda o biri saraya sığınırdı. Nə üçün onu qəbul edir? Nizami Əruzinin gözəl Kəhər məqalə əsərində bir fikir var, deyir, şah istəyir ki, onun adı əbədləşsin həmişə. Yəni, nə vaxtsa onun qoşunu da, yığdığı qənimət də, sərvətlər də çıxıb gedəcək əldən fani dünyada. Ancaq onun adı bu sənət əsərində həmişə qalacaq, həmişə yaşayacaq. Ona görə də saray şeirinin ən aparıcı, belə deyək, növü bu sinkretik janr olan məthiyə idi. Burada Məhəmməd Füzulinin o Padşah-ı qitəsi yadıma düşür. O deyir ki, Padşah-ı dinar dirəm rüşvət verir, fəth-i kişvər qılmağa eylən mühəyya ləşkəri. Göstərən dövran-ı saətdə fələk bir inqilab həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Yəni Füzuli də sözün ölməzliyini bu cür Padşah-ı qitəsində qeyd edir. Yəni saray ədəbiyyatı əsasən məthiyə qəsidələri daha çox dəstəkləyirdi. Adını çəkdiyim Həssan İbn Sabit də həmçinin Həssani sarayının şairi idi. Daha sonra İslam dövründə artıq Məhəmməd Peyğəmbərin şairi kimi məşhurlaşmışdı. Və ondan sonra məsələn bizim məşhur şairlərdən həmin o Əməvilər dövrü şairlərindən Əxtal deyirlər, daim məvacib alan ərəb ədəbiyyatında ilk saray şairi ki, daim mükafat alınıb. Əməvi xəlifələrindən yaxın olmuşdu və o daha çox məsələn şərab içən olduğundan və şərabı vəsf etdiyindən. Yəni bu mən məthiyə qəsidəyə təkcə bir şairin şeiri, sənət əsəri kimi yanaşmıram. Bu ilk növbətdə insana imkan verir ki, biz həmin dövrə siyasi, ictimai baxış keçirək. Yəni əgər Əməvi xəlifəsinin sarayında bir şərabı vəsf edən bir şair mühüm yer tutursa və şair hökmdar onu dəstəkləyirsə, ona külli miqdarda maddi vəsait ayırırsa, deməli bu xəlifə ilə özü də şərabı bir növ dəstəkləyən kimdir. Yəni bir növ bugünkü zəmanədən baxanda bizim təhlil üçün də əsas verir. Yəni ictimai siyasi biz nəzərdən hansısa bir qəsidəni, məthiyəni oxuyanda o qiymət verir ki, bu saray hökmdarı filan məsələn dövlətlə mübarizə aparırdı, o qələbə çalırdı. Məsələn, Nabığa Əzzübyanıda var idi, Qəssani hökmdarı Əmir ibn Harisi məsələn məth edən qəsidəsində toxunurdu, o dəstə-dəstə qoşunları var idi, orduları var idi. Ordular gedəndə qarğalar da, quzğunlar da, yəni o müşayiət edirlər ki, indi leşlərin sayı çoxalacaq, yəni qarşıdakı düşmən, rəqib ordunu məhv edəcək və quzğunlar olan ətlərini yeyəcəklər. Və eyni zamanda yenə də deyirəm, məthiyənin də girizgah hissəsi var idi. Bu bəzən ətlal olurdu, bəzən şair bir yenilik eləyirdi, orada keçirdi, məsələn, gecəni vəsf eləyirdi. Yəni bu bir ənənə halını almışdı.
ərəb ədəbiyyatında və məthiyə janrından danışarkən, məsələn, Mütənəbbinin, Əbu Təmmamın adını, Buxtorinin adını çəkməmək olmaz. Yəni, onlar çox gözəl məthiyəçi şairlər hesab olunurdular. Və Əbu Nüvas da, məsələn, Əbbasi xəlifələrini, Xəlifə Harun Ər-Rəşidi, Əmini, Məmunu məth eləmişdi. Amma bununla paralel olaraq həm də İmam Rızanı məth eləmişdi, məsələn. Və Mütənəbbi nə deyirdi? Mütənəbbi yaşamışdı ən çox Seyfəddövlə Əl-Həmdaninin sarayında. O indiki Suriya ərazisindəki Həmdanilər dövlətinin çox qüdrətli hökmdarı idi Seyfəddövlə Əl-Həmdani və o tanınırdı gözəl şeirin, sənətin himayəçisi kimi. Hətta onun özünün şeirlər yazdığı da qeyd olunur ərəb tarixində, ərəb ədəbiyyatı tarixində və Mütənəbbi məsələn həmin Seyfəddövləni məth eləyərkən məthiyə bir gözəl yenilik gətirdi. Və o yenilik nədən ibarət idi? Məsələn, artıq ərəb ədəbiyyatında sabitləşmiş, standartlaşmış, qəlib formasını alan ətlaldan, o dəvənin təsvirindən, o təbiət təsvirlərindən uzaqlaşır şair və Mütənəbbi belə bir söz deyir. Kullu mədihin fənnəsibun mutaqaddimu, kullu fasihin fəqalə şirən mutəyyamu. Yəni, məgər hər bir məthiyə nəsiblə başlamalıdır. Yəni, o sevgilinin, şeir deyən adam sevgilinin haqqında şeir deməlidir. Çünki o dövrdə var idi sevgilidən ayrılma hissləri. Məsələn, Kəb ibn Züheyr Peyğəmbər dövrünün ən məşhur şairi idi. O, Məhəmməd Peyğəmbər üçün Bənət Suad başlıqlı belə bir qəsidə yazır. Bu qəsidə indi dünya ədəbiyyatında çox məşhur bir qəsidədir. Burda adı ilə tanınır. Bəli, Kəb ibn Züheyr məsələn İslam dinini həcv eləyirdi, Peyğəmbəri kəsbini həcv eləyirdi və qardaşı Buceyr ona deyir ki, onlar ikisi də məşhur məlləqə sahibi Züheyr ibn Əbu Sülmənin evladları idi. Qardaşı Buceyr ona deyir ki, o da sonradan İslamı qəbul eləyir. Peyğəmbər belə bir hökm çıxarıb ki, kim İslam dininə qarşı çıxsa, onu həcv eləsə, o şairin qanı halaldır. Yəni, sən artıq öldürüləcəksən. Kəb ibn Züheyrin nəysə qəlbinə Allah xof düşür və o Bənət Suad qəsidəsini yazır, gəlir Peyğəmbərin hüzuruna. Hətta deyilənə görə səhabələr, Peyğəmbər sahabələr hətta onu hücum edib öldürmək istədilər. Peyğəmbər deyir ki, bir onu dinləyək. O Bənət Suad, yəni Suad məni tərk etdi, bu rədim. Hətta yəni Peyğəmbərin hüzurunda belə ərəb ədəbiyyatının o qədər standart, belə deyək, formada qəsidə inkişaf eləmiş ki, Peyğəmbəri məth eləyərkən belə o yenə o ənənədən kənara çıxmır. Yəni sevgilisini xatırlayır, sonra artıq gəlir Peyğəmbərin tərifinə keçir və Peyğəmbər haqqında deyir ki, İnnər rəsulə ləseyfun yustadau bihi muhannədun min suyufillahi məslulun. Həqiqətən Peyğəmbər doğru yol göstərən bir qılıncdır. Allahın sıyrılmış itinin qılıncına bənzəyir. Yəni, burada görürsünüz, məthiyədə təşbihlər var idi, istarələr var idi, hüsnü təlil var idi. Yəni, o hansı səbəbdən ona qarşı rəğbət bəsləyir, sevir və bunun müqabilində də Peyğəmbər əbasını verir Kəb ibn Züheyr və bu, burada qəsidəsi kimi məşhurlaşır. Yəni, Mütənəbbi də bu artıq yəni, ənənədən kənara çıxır. Sevgilini, ətlalı, tərk edilmiş obanı vəsf eləmir və birbaşa deyir ki, məgər hər bir mədih nəsimlə başlamalıdır. Elə mən birbaşa Abdullah İbn Əlinin tərifi ilə buna deməli başlayıram və o Seyfəddövlə Həmdani belə məth edirdi. Mən sonra bu izləri, siz sual verirsiniz, Azərbaycan ədəbiyyatına keçirdi. Bəli, biz məsələn 11-ci əsr Qətran Təbrizinin yaradıcılığı başdan ayağa o Rəvadilər sarayında yaşayıb, Şəddadilər sarayında yaşayıb, qəsidələrdən ibarətdir. Çox gözəl də qəsidələri var. Xaqani Şirvaninin qəsidələri var. Nizami Gəncəvinin biz hökmdarları tərifləyən qəsidələrinə rast gəlirik. Məsələn, mən bu Mütənəbbinin izlərini birbaşa tərifinə, məthiyyə başlamasını Qətran Təbrizdə də görürəm. Məhəmməd Füzuli yaradıcına görə, məsələn, Ayaz Paşanın mətnində o artıq başlayır birbaşa hökmdarın tərifi ilə. Qətran Təbrizdə də var. Məsələn, Qətran Təbrizidə yenilik ondan ibarətdir ki, bizdə artıq bu təbii ki, Azərbaycan təbiətidir, güllü, çiçəkli, hər tərəfli, o səhra deyil, o dəvədən yaza bilməz. O başlayır gözəl bir lirik bir müqəddimə ilə başlayır bahar fəslini xoş
təsvir etmək. Bu hüsnü təlildir. Bu baharın gəlişi, təbiətin bu cür ürək açıqla gözəllik dünyaya, cahana bəxş eləməsinin səbəbi nədir? Səbəbi bu hökmdarın ədalətidir, səxavətidir ki, buna səbəb olubdur və təbiət artıq gülməyə başlayır. Yəni bu fərqlər var idi. Xaqani Şirvaninin də gözəl qəsidələri var, Mənüçöhr haqqında var və Dərbənd əmri haqqında var, onun da müxtəlif qəsidələri var və ümumiyyətcə Qətran Təbrizi də bir ilk Azərbaycan, belə deyək də, saray ədəbiyyatının nümayəndəsi kimi Qətran Təbrizidə də gözəl obrazlar var. Məsələn, mən Azərbaycan ədəbiyyatında məthiyə yazan klassik şairlərimizi müqayisə edəndə ərəb ədəbiyyatında, məsələn, tutalım ki, Nabiğə Əzübyanın Nuban İbn Munzir, məsələn, Hirə hökmdarına bir məthiyəsini yazır. Müqayisə edirəm Azərbaycan ədəbiyyatında. Məsələn, Azərbaycan ədəbiyyatında o təşbihlər və bənzətmə tarixi obrazlara müraciət daha çoxdur. Məsələn, Süleyman Peyğəmbərə bənzətmə var, Xızıra bənzətmə var, yaxud o hökmdarın o məclisi o qədər gözəl ki, onun məclisi artıq planetlərə qalxır, Veneriya qalxır, Yupiterə qalxır, yəni Ülker ulduzuna qalxır. Bunlara da çatır. Sonra Azərbaycan ədəbiyyatında belə üstləmələr var qəsidələrdə. Amma ümumiyyətcə qəsidə məthiyə kimi mənə ən çox, belə deyək, daha səmimi təsir bağışlayan məsələn Məhəmməd Füzulinin qəsidələridir. Əgər biz hansısa bir qəsidələrdə, son bir düzdür, Mütənəbbi çox yüksəkdə durur, sözün həmişə zirvəsində durur hökmdarı tərifində, ərəb ədəbiyyatında və məsələn Mütənəbbinin tutam ki, Seyfəddövləni məth etməsi gözəl sənətkardır, gözəl şedevr yaradıb əsərlərlə. Onun məşhur Mimiyyə məsələn qəsidəsi var. Amma bunda daha çox hökmdardan elə bir ki, pay umur, bəxşiş umur, bunu hiss edirəm. Mənə daha çox səmimi gəlir Məhəmməd Füzulinin qəsidələri. Füzulinin qəsidələrində Füzuli heç vaxtı belə deyək, maddi gəlir mənbəyi baxmır hökmdarın tərifinə. Füzulidə çox səmimi münasibət, Şah İsmayıl Xətani gözəl məth eləyir. Sultan Süleyman Qanuni məth eləyir, bayaq adını çəkdim, Ayaz Paşanı məsələn məth eləyir. O hökmdarı nə üçün məth eləyir? Füzuliyə xoş gələn nədir burada? Füzuli deyir ki, məsələn başlayır əgər hökmdarı tərifləyirsə, Bağdadı təsvirin verir. Sonra deyir ki, hökmdarın nə gözəl işləri var. Hə, hökmdar hamı yazır bunu, ədalətlidir, səxavətlidir. Hökmdarın qılıncının gücünə heç bir hökmdar qarşısında tab gətirə bilməz. Amma Füzuli deyir ki, bu hökmdar nə üçün ədalətlidir? Mən onu nə üçün tərif edirəm? Çünki bu hökmdar məsələn, ta ki Nəcəfdə məsumların evliyaları məsələn türbəsini təmir etdiribdir, onlara qiymət veribdir. Ona görə də Füzulinin mənə həmişə belə deyək, məthiyə qəsidələri daha səmimi və onun daxili hisslərini yəni bu cür təqdim etməsi kimi görünür. Füzulidə də gözəl məsələn təqdim etmələr var. Əgər Qətran Təbrizi tutam ki, bahar təsviri verirdisə, Füzulidə də bahar təsvirinə başlayır məthiyələr. Amma Füzulinin maraqlı cəhəti budur ki, o bəzən məthiyələrini Xəzaniyə ilə başlayır. Məsələn, təsvir ki, dey aydı, yəni dekabr aydı, gəlib, bağça bağ solub artıq, hər tərəf xəzandır, küləklər cövlan eləyir, hava məxşuşdur, havada çox belə tutqunluq var və bu təbiəti güldürmək üçün kim lazımdır? Hökmdarın ədaləti. Hökmdar əgər gözəl ədalətli olarsa, bu xəzan fəsli də insana bahar fəsli kimi gələ bilər və ona görə də var. Mütənəbbidə də, Füzulidə də məsələn oxşar cəhətlər odur ki, onlar öz məmduhlarına elə bir ki, pərəstiş edirlər. Bu böyük bir eşqdir, buna ədəbiyyatda filyo adlandırırlar həm. Bəs sizcə ərəb ədəbiyyatındakı məthiyələrin əcəm ədəbiyyatındakı məthiyələrdən əsas fərqləri nələr oldu? Təbiətlə bağlı idi. Məsələn, ərəb ədəbiyyatında ətlal var idi. Bizdə yenə də deyirəm, təbiətlə əlaqədar olaraq o ətlal yox idi. Orada da Mütənəbbidə də var idi, birbaşa hökmdarı tərifləmək. Onlar sonra bizdə də oldu. Amma nəticə etibarı ilə düzdür, məthiyələrdə sözün bədii imkanlarından, poetik qüdrətindən istifadə mühüm şərtdir. Və Azərbaycan məthiyələrinin özəlliklərindən biri də bunlardan ibarətdir ki, orada bənzətmədə iştirak edən obrazlar hissləri həddindən artıq rəngarəngdir, müxtəlifdir. Məsələn, Qətran Təbrizinin məthiyəsində o
belə alqışlayır hökmdarı, deyir ki, sənin düşmənlərin ya Firon kimi suda qərq olacaqdır. Sənin düşmənlərin o Kərbəla çölündəki o kafirlər kimi onların düşdükləri bəlalara düşəcəklər. Yəni onların qatilləri kimi cəzalarına çatacaqlar. Azərbaycan ədəbiyyatında yəni həddindən artıq belə gözəl obrazlar var. Və yaxud Nizami Gəncəvidə məsələn o hökmdarı Mehdiyə bənzədir, bir xilaskara bənzədir. Məhəmməd Füzulidə də belə gözəl nümunələr var ki, Məmduhun həddindən artıq belə deyək də tam səmimi və ümumiyyətcə Füzuli elə bil ki, bir mətiyə başlayırsa, insanı elə bil ki, psixoloji cəhətdən ona hazırlayır. Motivasiya həddindən artıq güclü. Hazırda ərəb dili və ədəbiyyatının tədrisi sizcə hansı səviyyədədir? Bir mütəxəssis kimi nəsə tövsiyə və yaxud da təklifiniz varmı? Ərəb dili ümumiyyətcə çox vacib bir dildir, beynəlxalq bir dil kimi və bizim də ərəb dilli əgər ədəbiyyatdan, Azərbaycan ədəbiyyatından danışırıqsa, yəni ədəbiyyatımızın əgər əsas kökləri gedib bu dilə çıxırsa, deməli bizim bu dili bilməyimiz, bu dildə yazılan ədəbiyyatımızı, tariximizi həmişə tədqiq eləmək bizim vəzifəmizdir. Yəni gənclərin də qarşısında bu dayanır. Məsələn, əgər biz Babək filminə tamaşa edirik, Babək filmində görürük ki, orada Təbəri Abbasi hökmdarlarının tarixçisi idi. Bir əlavə edir. Məsələn, biz Məthiyə qəsidədən danışırıq. Məsələn, Əbu Təmmam. Əbu Təmmam o həmin Xürrəmi Babək mübarizə apararkən Ərəb xilafətinə qarşı Xəlifə Möhtəsimin saray şairi idi. O da qeyd edirdi. Yəni Təbəri bir saray tarixçisidir. Təbii ki, o saray tarixçisi kimi saray hökmdarının dediklərini əks etdirməlidir və istənilən qədər təhriflərə də yol verə bilər. Göstərilərdə dolaşır, Babəkin zərdüştü olması, yaxud ümumiyyətcə qeyri-İslam olması falan bu cür fikirlər ortalığa atır və başqa məsələn şayələr səsləndirir, inandırıcı olmayan. Həm tariximizi, həm Azərbaycan ədəbiyyatımızı öyrənmək üçün bu dil çox mühümdür, vacibdir və indi nəzərə alsaq ki, məsələn internet resursları var, indi daha imkanlar genişdir, öyrənmə imkanları daha genişdir və tələbələrin qarşısında mənə elə gəlir ki, böyük vəzifələr durur. Amma bununla bərabər tələbələrimize həm də doğru istiqamət vermək, onları rəğbətləndirmək də əsas şərtlərdən biridir. Ona görə də mən dəvət edirəm bütün tələbələri ki, əgər söhbət onların ərəb dili ixtisasından gedirsə, öz ixtisaslarına qarşı biganə qalmasınlar. Yəni ərəb dilini öyrənmək o demək deyil ki, əgər dünya yenilənirsə, süni intellekt varsa, biz hər şeydən əlimizi üzüb oturmalıyıq. Əksinə, biz daha çox ərəb dilini daha gözəl şəkildə öyrənməliyik və hansı sahədə ki, yarımçıqlar var, boşluqlar var, tərcümə işlərində, əl yazmalarda, divanlarımızda o boşluqları mütləq bu ərəb dilini öyrənməklə doldurmalıyıq. Tələbələri ümumiyyətcə təcrübi biliklərə yönəlməsinin tərəfdarıyam. Yəni tələbələri təcrübəyə aparmaq üçün gözləməsinlər ki, 4-cü kurs olacaq. Biz ilin sonunda tələbələri 2 ay, 3 ay müddətinə harasa bir təcrübi sınaqlara aparacaq. Bu əslində elə 1-ci kursdan cəlb olunmalıdır tələbələr. Müxtəlif indi məsələn əl yazmaları institutu var, ərəb dilli məsələn bizim çox qiymətli fondumuz var. Onları tədqiq eləmək, əl yazmalara baxmaq, yəni bu kimi işlərə cəlb eləmək vaxtında daha səmərəli olardı. Bəs siz oxuyan dövrdə ərəb dilinin tədrisi hansı səviyyədə idi? Məsələn, kimlərdən dərs almısınız? Həmin müəllimlərdən maraqlı xatirələriniz varmı? Ərəb dilinin tədris səviyyəsi mən təhsil alarkən Şərqşünaslıq fakültəsində çox gözəl səviyyədə idi. Çünki mən özüm də orta məktəbdə ərəb dili oxumuşam və xarici dil imtahanı kimi ərəb dililə imtahan vermişəm. Reyhan xanım Qonaqova, Valid Tağıyev, Zahid Hüseynov, bizim çox gözəl ərəb dilində müəllimlərimiz olubdu. İsmail Şəmsin adını çəkə bilərəm, o da ərəb dilinin gözəl qrammatikasının gözəl bilicilərindən biri idi. Onun mühazirələri ərəb dilində olurdu. Ərəb ədəbiyyatını bizə sevdirən və bizi bu elmə sövq eləyən Ayda xanım Qasımovanın da adını burada xüsusi qeyd eləmək istərdim. Məsələn, Zahid müəllim də çox tərəfdarı idi ki, məsələn, əlavə materiallar gətirsin, qəzetlərdən, mətbuat
səhifələrinə, ümumiyyətcə kitabdan çıxaq biz həmin o dərslik. Ümumiyyətcə onu qeyd edim ki, bizim dövrdə məsələn dərslik səviyyəsi yox idi da. Biz ancaq 3-cü kursda oxuyanda bir ali məktəb üçün dərslik çıxdı. O köhnə Ələsgər Məmmədovun Sovet tələbələri üçün yazdığı dərsliklərdən istifadə olunurdu. Biz 3-cü kursda oxuyanda artıq 99-2000-ci ildə Ələsgər müəllimin yeni bir kitabı çıxdı. Ərəb dili dərslik, qrammatika, mətnlər var idi orada. Amma indi nəzərə alım ki, indi də yəni daha çoxalıbdır, resurslar çoxalıbdır. Tədrislə bağlı xatirələrimi Zahid müəllimin yadımdadır, həmişə söhbətlərimiz olurdu. Bir dəfə Zahid müəllim bizə ərəbcə belə deyək, məlumat yazdırırdı ki, biz onu tərcümə eləyək, özündən material gətirmişdi. O əsnada o bir ərəbcə deyirdi onu. Birdən bir söz var idi orada bağlayıcı ennahum. Onu qayıtdı ennahum dedim. Bu deyir biz də yazırıq. Sonra biraz keçdi innahum dedi. Yenə dedi ennahum, yenə dedi innahum. Bilmirəm, ola bilsin ki, mən elə gəl ki, o cümləni bəlkə də əvvəldə qalə feili işlətmişdi. Ona görə ennahumu o dəyişdi, innahum elədi. İndi bir tələbə yoldaşımız var idi bizim qız. O qayıtdı ki, ay Zahid müəllim, bu nə qədər deyirsə innahum, ennahum bilin yazar da. Mən qayıtdım ona dedim ki, sənə nə var innahum deyənnahum, sən əlfivi qoy. Bu söz Zahid müəllimə çox ləzzət eləmişdi. Belə ərəb dilinin tədrisi metodlarına gəlincə isə, ümumiyyətcə mən Azərbaycan ərəb dilinin tədrisində Ələsgər Məmmədov məktəbi vardır. Yəni Ələsgər müəllimin həmişə orta məktəbdə də biz onun dərsliklərindən bəhrələnmişik, ali məktəbdə də. Yəni ondan da əvvəl ümumiyyətcə ərəb dilinin tədrisində həmişə klassik üsluba əsaslanaraq ərəb dilini sərf və nəf əsasında öyrənilmişdi. Yəni bu klassik üsulu asanlaşdırmaq üçün Ələsgər müəllimin dərslikləri yazıldı. Lakin indi müasir dövrdə yəni müasir üsullar var, interaktiv metodlar var. Mən bununla paralel, dərsliklə paralel olaraq bu interaktiv metodlara üstünlük verilməsini, ümumiyyətcə dərslərin dialoq şəklində, mükalimə şəklində keçirilməsinin tərəfdarıyım. Bəs Azərbaycan klassik ədəbiyyatı ilə maraqlanan insanlar sizcə nə üçün ərəb dilini bilməlidir? Nə üçün zəruridir? Azərbaycan klassik ədəbiyyatında biz kifayət qədər ərəb-fars sözlərinin şahidi oluruq. Yəni söz birləşmələrdir, tərkibdir. Bu gün də müasir bir Qəzəlxan qəzəl yazarkən görürsünüz ki, o sözləri Zülfü Pərişan məsələn o sözü götürür, istifadə edir, o tərkibi olduğu kimi istifadə edir. Bu ondan ibarətdir ki, işlətdiyi sözün ya bir muğam ifaçısıdır. Bu qəzəli oxuyur, götürür. O təkcə ifala deyil, o ifadan qabaq o sözü mənimsəməlidir, təhlil eləməlidir. Necə ki, mərhum biz görürük verişlərdə Hacı Baba Hüseynov məsələn oxuyurdu, onu başlayırdı açmasını verməyə, şərh eləyirdi, burada nəyi nəzərdə tutur. Yəni o cür oxuyanda elə bir dinləyici özü bilməsə belə ona daha çox belə anlaşılır olur onun oxuduğu. Ona görə də Azərbaycan dili yəni fərqi yoxdur. Yəni ərəb dili, Azərbaycan dilində olan qəsidələrimizdə belə işlənən ərəb dil sözlərini bilməyinin məsələn musiqişünaslardır, muğam xanəndələr üçündür, muğam ifaçılar üçündür. Yaxud müasir dövrdə qəzəl yazır, birinin təbi var, qəzəl yazmaq istəyir. O da bilməlidir. Nə olsun ki, o qəzəli Azərbaycan dilində yazır. Mənasını başa düşməlidir. Biz Məhəmməd Füzulinin Leyli Məcnun poemasını oxuyuruq. Kifayət qədər orada ərəb-fars sözləri var. Yəni hər bir sözün özünün mənası var, hər bir sözün sətraltı mənası var. Yəni işlənir, klassik mərsiyələrimiz olsun bizim, bu tərkiblər işlənir. Nə üçün bu cür adlandırılır, nə üçün bu cür səsləndirilir? Yəni bugün də bizim ehtiyacımız var. Mərsiyə janrının adını çəkdiniz. Zəhmət olmasa bu haqda məlumat verərdiniz. Məsələn, mərsiyə də qəsidənin bir növü hesab olunub, yoxsa necə? Bəli, mərsiyə də vaxtilə qəsidənin bir janrı hesab olunurdu. O mərsiyə də yenə də deyirəm, saray ədəbiyyatına bağlı idi. Məsələn, hökmdarın bir əziz adamı dünyasını dəyişirdi və saray şairi istəyirdi hökmdara təsəlli versin, onun psixoloji cəhətdən qəlbinə bir təskinlik olsun. Bu münasibətlə yazılırdı mərsiyələr. Yəni həmişə olub, cahiliyyət dövründə də olub və ondan sonraki dövrlərdə olub. Tutalım ki, Mütənəbbi məsələn Seyfəddövlə Həmdaninin anası vəfat edərkən o anasının ölümünə bir mərsiyə yazır və burada hökmdara təsəlli verir.
Və eyni zamanda indi bu anası ölüb, bu neynəməlidir? Bu anasını da tərifləməlidir. Yəni bu yenə də deyirəm sinkretik janrdır. Burada qarışıqdır. Mətiyyədə tam ki fəxriyə də olurdu, şair özünü tərifləyirdi. Mətiyyədə itizariyyət də oldu, üzrxahlıq da olurdu. Həmçinin mərsiyədə də. O mərsiyə yazırsa, o başdan ayağa kədərdən, qüssədən ibarət deyil. Məsələn, o deyirdi ki, Mütənəbbir Seyfəddin Özdağın anası haqqında əgər bu günəş sözü, məsələn, ərəb dilində qadın cinsində şəms sözü istifadə olunur, qadın cinsində sayılır. O bu şeiri deyirdi ki, mərsiyəsində əgər günəş qadın cinsindədirsə, bu ona eyib deyil. Çünki ərəb dilində üstünü kişi cinsinə verilir, müzəkkərə verilir. Yəni o müənnəsdədirsə onun bir eybi yoxdur. Yaxud hilal sözü əgər 3 gecəlik ayda kişi cinsindəsə, bu da onun üstünlüyünə dəlalət eləməz. Yəni o bununla adi bir qrammatik qayda ilə hökmdarın anasının üstünlüyünə işarə eləyirdi. Ümumiyyətcə bizdə Azərbaycan ədəbiyyatında belə deyək, mərsiyələr kifayət qədər, yəni mərsiyə janrının görkəmli nümayəndələri var. Bunlar daha çox yəni Kərbəla hadisəsi ilə bağlıdır, faciəsi ilə bağlıdır və eyni zamanda çox təəssüf ki, son vaxtlar bu janrda o qədər belə deyək də maraq doğurmur, köhnəlik kimi baxırlar, amma əslində mərsiyələrin özlərində də bizim şairlərimizin kifayət qədər İslam tarixinin gözəl məlumatları olması, gözəl bilicisi olması da bizə bunu ötürür. Məsələn, 20-ci əsrin özündə də 20 yanvar faciəsi ilə bağlı şair Qabil xalqımı, millətimi gülləbaran elədilər şeirinə mərsiyə adını vermişdi. Yəni bu əslində onu mərsiyə tipli yazmışdı. Yəni mərsiyə əslində qəsidə janrında o formasında olub. Biz Füzulinin mərsiyələrinə baxanda görürük qəsidə. Daha sonraki dövrlərdə artıq o qəsidə formasından çıxıbdı. Düzdür, əruzda yazılıbdı. Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Seyyid Əzim Şirvani, Hacı Əbülhəsən Raci xüsusən, Sərraf məsələn, bunlar 20-ci əsrə qədər Əliağa Vahidin özü olsun çox gözəl mərsiyə janrına dair əsərləri var. İndi mərsiyələrdə sizcə hansı məhəssənatdan daha çox istifadə olunur? Ləfzi, mənəvi gözəlliklər. Azərbaycan ədəbiyyatında yazılan mərsiyələrdə mən deyərdim ki, ümumiyyətcə mən müşahidə edirəm ki, bunlar paralel gedirlər. Həm söz gözəlliyi var, həm də məna gözəlliyi var. Hətta orada məsələn müəyyən epitetlər, müəyyən istarələrlə də izah var. Məsələn, Hacı Rza Sərrafın bir mərsiyəsi var. Zülcanah üstdən yıxıldığı üçün sirat-ül müstəqim söylədiyi o dəmdə Bismillahirrahmanirrahim. Məsələn, Zülcanah İmam Hüseyin əleyhissalamın atının adıdır. Yoxsa Zülcanah üstə yıxıldığı üçün sirat-ül müstəqim. Biz sirat-ül müstəqimin Fatihə surəsində görürük ki, İhdina sirat-ül müstəqim, bizi doğru yönəldir. O sırat-ı müstəqimi gətirir, qoyur burada İmam Hüseynin əvəzinə onu adlandırır. Və o demək istəyir ki, elə ihdinə sırat-ı müstəqim bizi doğru yola yönəltin bir mənası da bizi bura yönəlt, Hüseynin yoluna yönəlt. Bir adı da budur bunun. Və görürsünüz ki, söz də gözəlliyi əslində özü, ancaq bir qədər də məsələn insanı düşünməyə vadar edir. Elə bil ki, bu mərsiyələr bir söz yığınağı deyil yazılanlar. Ya Hüseyin kimsən kimi öz xanimamından keçər? Kim sənin tək hək yolunda başı canı? Görün Raci bunu yazıb nə qədər axıcıdır. Hələ üstəlik adı o qədər də indi anılmayan, məsələn bizim gözəl şairimiz olubdu. Zəlil təxəllüsü ilə onun gözəl mərsiyələri var. Mən yenə də klassik ədəbiyyatımızın ümumiyyətcə bu janrın da xüsusən əhəmiyyətinin yenidən vurğulanmasının yəni əslində tərəfdarıyam. Çünki bunlar bizim mənəviyyatımıza söykənir və eyni zamanda şairlərimizin, poeziyamızın nə qədər dərin incəliklərinə vardığını sübut edir. Bəzi mənbələr qeyd edir ki, ilk mərsiyəni Həzrət Adəm əleyhissalamın oğlu Habil haqqında yazıbdı. Bəs bu mərsiyə haqqında nə deyə bilərsiniz? Bəli, bu mərsiyə də var, müəyyən yəni ərəb dilli əsərlərdə var. Hətta bəzən rəvayət olunur ki, bunu Həzrət Əleyhissalamda qeyd edir ki, Adəm Peyğəmbər məhz oğlu Habil ölərkən belə bir mərsiyəni oxumuşdu. Yəni bu mərsiyə ərəb dilində təqdim olunur. Yəni bu da bir ayrı bir mövzudur. İndi bu sual da çıxa bilər ki, ortaya məgər Adəm Peyğəmbər ərəb dili idi falan. Yox, hər halda bu insanın bir kədəridir, yanğısıdır. Əsrlərlə gəlib və o xalq onu öz dilində çevirib səsləndirib.
və orada Adəm təəssüflənir Habilin ölməyinə və onun ölməyi ilə bütün ölkələrin əhvalının dəyişdiyini, yer üzünün bir qubar halına döndüyünü, yəni ki, havanın belə döndüyünü qeyd eləyir. Ümumiyyətcə, hətta bu mərsiyə deyirlər ki, Adəm Habilin üzərində oxuyanda şeytan da ona belə cavab verir. Ümumiyyətcə, bu mərsiyənin başlanğıc mətləb beyti ilə bağlı ərəb ədəbiyyatında bir sıra bundan sonra da şeirlər meydana çıxmışdır. Bəs Azərbaycan ədəbiyyatında mərsiyə necə inkişaf elədi? Ərəb ədəbiyyatındakı mərsiyələrlə müqayisədə fərqlər çoxdur. Ərəb ədəbiyyatına müqayisədə Azərbaycan belə deyək də, dilində yazılan mərsiyələrdə bəli, fərqlər var. Və mən Azərbaycan ədəbiyyatındakı mərsiyələri daha belə deyək də, o yanğılı, obrazlarla zəngin, daha çox belə hiss edirəm. Məsələn, ərəb şeirlərində, o qəsidələrində tamam çağırış var da, məsələn, Sənavbəri yaradıcılığında, Quşacım yaradıcılığında, bunlar 10-cu əsr Abbasilər dövrü ədəbiyyat şairləridir. Məsələn, var, deyir ki, Hüseyni ziyarət edin, gedin, məsələn, Hüseyn şəhid oldu, belə ümumi belə çağırışlar var. Ancaq Azərbaycan dilli ədəbiyyatda isə elə bil ki, sən başdan ayağa bir qissəyə, bir hekayətə qulaq asırsan ki, məsələn, Həzrət Əli Əkbər təsvir eləyir. İndi məsələn, şair oradakı meydana gedir. O, məsələn, get Əli Əkbər oğul, Allah'a tapşırdım səni, Şəfi Peyğəmbər oğul, Allah da. Burada artıq sən köklənirsən, elə bil ki, bu hadisələr sənin gözünün qabağında canlanır. Və sonra müəllif əhvalatı necə onu nəql edir? Məsələn, bu əslində mərsiyə lirik şeirdir ya. Burada hiss, həyəcan, duyğu daha çox üstün təşkil edir. Ancaq şair, müəllif nail olur ki, Azərbaycan ədəbiyyatında artıq bir növ təsvir də ora əlavə olunur və biz artıq gedən hadisələrin necə cəryan verdiyini şahid oluruq. Məsələn, Müslümin balalarına aid bir mərsiyə var. Haris, burax qardaşımı, əzəl məni öldürgünən. O, məsələn, iki evladdılar burada, Məhəmmədlə İbrahim. O yalvarır ki, İbrahim deyir ki, mən böyüyə, Məhəmməd kiçikdir də, birinci məni, sonra başlayır onu, könlüm istər anamızı, çək bazara, qul sat bizi. Bax, bunlar hamısı bir növ, yenə də deyirəm, bax, görürsünüz, yazılıb üstündən keçib, necə də müasir dövrümüzlə səsləşir. Mənə elə gəlir ki, mərsiyələr həm də Azərbaycan dilinin zənginliyini, axıcılığını, rəvanlığını sübut edən bir mənbədir. Elmi fəaliyyətləriniz, tərcümələriniz hansı istiqamətdədir? Ərəb ədəbiyyatına bağlı monoqrafiya üzərində işləyirəm. Bu 10-cu əsr Seyfət Dövlə Əlhəmdani saray şairlərlə bağlıdır. Və ərəb ədəbiyyatına dair, bəli, müxtəlif məqalələrlə çıxış eləyirəm. Daha çox ərəb ədəbiyyatı və klassik Azərbaycan ədəbiyyatının, belə deyək, müqayisəsi üzərində tədqiqatlar aparıram və müəyyən dərəcədə də, yəni hekayələr, müəyyən şeirlər olur ki, onları da tərcümələr eləyirəm. Amma məqalələrimdə də mütləq ərəb ədəbiyyatından, hansı ki, o şairin yaradıcılığına toxunuram, poeziyasına, ondan da müxtəlif tərcümələr verir. 10-cu əsr ərəb şairi Əbu Firaz Həmdani, o da Seyfət Dövlə Həmdaninin saray şairlərindəndir, həm də hökmdarın öz əmsi oğludur. Məsələn, onun Rumiyyət adlı bir şeirlər silsiləsi var. O əsir düşür Bizans imperatorluğuna, o vaxtda Seyfət Dövlə Həmdani ilə Bizans imperiyasında müharibə gedirdi. O müharibə vaxtı əsir düşür və əsirlikdə yazdığı şeirləri Rumiyyət, yəni ərəblər Bizansa Rum deyirdilər ərəbcə, Rumiyyət adlandırırdı. Məsələn, o əsirlikdə həbsxanada yazdığı şeirləri mən müqayisə etmişəm Xaqani Şirvaninin Həbsiyyə şeiriyyəsi ilə. Yəni, ümumiyyətcə, bu mövzu işlənilib, yəni fars dilli tədqiqatçılar da buna toxunurdular. Ancaq bir qədər mən, məsələn, milli baxımdan yanaşmışam. Yəni, Xaqani Şirvanı Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi onun hansı oxşar cəhətlər olub, hansı fərqli cəhətlər olub və maraqlı mövzulardan biri Nəsimi yaradıcılığında İmam Əli mövzusudur. Onu Nəsimi ilində buna dair yazdığı məqalədə Nəsimi yaradıcılığını ərəb dilli şairlərdən Sənavbəri, Quşacım yaradıcılığına müqayisə eləmişdim. Yaxud Məhəmməd Füzulinin yaradıcılığına dair Füzuli və Mütənəbbi arasındakı hər ikisi hökmdarın məmduhu kimi onların ənənəvi qəsidəyə müraciətləri və məmduha münasibətləri, yəni oxşar və fərqli cəhətləri, yəni bu mövzuları əsasən işləyirəm.
Son olaraq Amin İctimai Birliyi haqqında təəssüratlarınız necədir və bu birliyin fəaliyyətini necə qiymətləndirirsiniz? Bu Azərbaycan Milli İnkişaf naminə adlandırılan bu birliyin belə deyib də gənclər tərəfindən bir ideya müəllifi kimi ortaya atılması, burada klassik Azərbaycan poeziyasına bağlı təhlillər aparılması, bununla paralel olaraq şərq dillərində olan hansısa bir şedevr əsərlərin tərcüməsi, onların təhlili əlbəttə ki, bir növ məndə gələcəyə doğru böyük ümidlər verir ki, yəni mənim bayaq danışdığım o boşluqlar, o çatışmazlıqlar hər halda belə bir gənclərimiz də vardır ki, heç də laqeyd biganə yanaşmırlar, bu sahəni ötürmürlər. Yəni müasir dövrdə həmişə mühasirliyə daha çox üstünlük verirlər. Lakin biz unutmayaq ki, bizim müasirliyimiz bizim keçmişimiz üzərində qurulub. Biz əgər millilikdən danışırıqsa, millilik mənəvilikdən irəli gəlir. Millilik də mənəviyyatımızın üzərində qurulur. Bəzən milli mənəvi sözünü ayırırlar, amma mən bunu bir hesab edirəm. Yəni, əgər bizim milli inkişafımız naminə bizə hansı addımları atmalıdır? Deməli, milli inkişafımızın əsasında həmişə görürsünüz, bayaqdan cahiliyyət dövründən danışıram. Görün, ədəbiyyat nə qədər əsrlərdən gəlib keçib, bugünə qədər yaşır və bundan sonra da həmişə yaşayacaqdır. Və ona görə də klassik poeziyamızı dirçətmək, ümumiyyətcə bu şərq dillərinə meyli də artırır bir tərəfdən bu İctimai Birliyin hazırladığı müxtəlif proqramlar, verilişlər, söhbətlər, şeirlərin təhlili və bunlar göstərir ki, yəni biz Azərbaycanlı kimi bizim zəngin bir ədəbi irsimiz vardı və bu zəngin ədəbi irsimiz də öz başına yox, elə bir neçə şərq ədəbiyyatından da qaynaqlanıb, həmçinin onları da öz təsirini göstəribdir. Bu kimi mövzulara toxunması mənə elə gəlir ki, keçmiş ədəbiyyatımızı bir İsa Peyğəmbər o ölülərə nəfəs verdiyi kimi bir nəfəs hesab edirəm ki, dirçəldir, yaşadır və onlara baxan müasir nəsli nümayəndələrində də bizim milli ədəbi irsimizə qarşı böyük zövqlə yanaşı böyük maraq oyadır və inanıram ki, yəni bu veriliş daha çox soraq salacaq və daha çox gənclərimizi milli inkişaf naminə, milli poeziyamıza, ədəbiyyatımıza sahib çıxmağa şövq edəcək. İnşallah. Çox sağ olun Natimə xanım, çıxışınız üçün, vaxt ayırdığınız üçün Allah elinizə bərəkət versin. Çox sağ olun.